Xaçmazda 17 yaşlı oğlan 42 yaşlı anasını qətlə yetirib. Hadisə rayonun Çaykənarı kəndində qeydə alınıb. Orta məktəbi ötən il bitirən gənc anası 1983-cü il təvəllüdlü Məmmədova Həqiqət Tərlan qızını əmisinin evində bıçaqlayıb. Qadın bədəninin çoxsaylı kəsilmiş, deşilmiş yarası diaqnozu ilə Xaçmaz rayon xəstəxanasına yerləşdirilib. 2 gün xəstəxanada müalicə alan Həqiqət Məmmədova bugün həyatını itirib. Qətl hadisəsi bax gördüyünüz bu evdə olub. 17 yaşlı yeniyetmə 42 yaşlı anası Həqiqət Məmmədovanı bıçaqla bax bu evdə yaralayıb və qadın Xaçmaz rayon mərkəzi xəstəxanasına çatdırılıb və müalicə aldığı xəstəxanada dünyasını dəyişib. Ev sahibi Züleyxa İskəndərova bildirib ki, mərhuma oğlu telefon işlətməyə icazə verməyib. Bu səbəbdən qadın küsüb və bir neçə gün qohumunun evində qalıb. Oturmuşdum, bir də gördüm, oradan qaraltı keçdi. Dedim ki, hər kim də heyətli kişi xeylağı gördüm. Qayıdım ki, oğlumdur, oruc. Mən də dedim ki, bu arvad 3 gün küsüb gəlib, yola işdən gəlməni görüm, maşın gələndə, gəlib aparacaq da. Mən nə bilim sənə qurbanı, o bıçağını görüb əlində. Onu kim gözləyər, anaya verir. Ana da daşa dönsün, verərdin də. Nə deyə telefonu? Telefon üstündə, telefon olsa polislərdədir. Sən də girib yatmışsan qəbirdə. Ailənin digər qohumu Güldənə Məmmədova da oğlanın anasını telefon işlətdiyinə görə öldürdüyünü deyib. Deyib ki, ver telefonumu sındırıram, alıb neyirəm. Danışma da telefonu. Bu da vermir də, telefonu vermir. Qətli törətməkdə şübhəli bilinən mərhumun 17 yaşlı oğlu saxlanılıb. Faktla bağlı Xaçmaz rayon prokurorluğunda araşdırma aparılır. Qeyd edək ki, son 3 ayda ikinci hadisədir ki, oğul anasını qətlə yetirir. Bundan əvvəl iyulun 2-sində Xaçmazın Qədəşoba kəndində 15 yaşlı məktəbli anası Kifayət Lətifovanı bıçaqla qətlə yetirmişdi. Aytəkin Alxaslı, Sadiq Məmmədov, Bizim Media.